Salam, hər vaxtınız xeyir. Bugün biz ədəd düzəltmə olan sual nümunələrinə baxacağıq. Birinci suala baxırıq. 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanan neçə müxtəlif 4 rəqəmli ədəd düzəltmək olar? İlk diqqət etməli olduğumuz nüans budur ki, 4 rəqəmli dediyi üçün 4 xəttimizi çəkəcəyik. Daha sonra bu rəqəmlərdən istifadə etməklə, məsələn, yəni belə deyim, gəlin bir-iki dənə ədəd özümüz düzəldək. Məsələn, birincidə verilibsə, digərlərində 2, 3, 1 verilə bilər. Və yaxud 1, 2, 3, 4 verilə bilər. Və yaxud 1, 1, 3, 4 verilə bilər. Və yaxud da ki, hamısı 1 ola bilər. Yəni, təkrarlanan dediyi üçün bu halda ola bilər. Yəni, bunların ümumi seçim sayı bizdən soruşur ki, nə qədər olar? Biz də bunu bu halına yazacağıq ki, yəni birincidə bu rəqəmlərdən 5-i də ola bilər. 1, 2, 3, 4, 5. Yəni 5 dənə seçim şansımız var. Təkrarlanan dediyi üçün digərində də 5 seçim şansımız var, digərində də və digərində də. Və bunların hasili. Bu da olacaqdır 5 üstü 4. İkinci suala baxırıq. 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanan neçə müxtəlif 4 rəqəmli cüt ədəd yazmaq olar? Yenə 4 rəqəmli dediyi üçün 4 xəttimizi çəkəcəyik. Daha sonra cüt dediyi üçün cüt ədədlərin sonu biz bilirik ki, 0 və yaxud cüt rəqəmlə bitir. Burada da cüt, məsəl üçün, bir seçimimiz var ki, 2-dir, bir seçimimiz də var 4-dür. Deməli, bizim 2 seçimimiz var. Sonu cüt ədəd yazmaq üçün 2 seçimimiz var. Və təkrarlanan dediyi üçün birincidə məsəl üçün 5 seçimimiz olacaq. Bunların hər biri istifadə oluna bilər təkrarlanan dediyi üçün. Digərində də 5 seçim olacaq və digərində də 5 seçim olacaqdır. Sadəcə burada cüt ədəd dediyi üçün sonunda 2 seçimimiz olacaqdır. Təkrarlanan dediyi üçün də digərlərində elə 5 seçimimiz də olacaqdır. Və onların hasili. O da olacaqdır 5-in kubu vurulsun 2 şəklində. Üçüncü sual nümunəsinə baxırıq. 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə sağdan və soldan yazılışı eyni olan 5 rəqəmli neçə müxtəlif ədəd düzəltmək olar? Burada 5 rəqəmli dediyi üçün yenə 5 xəttimizi çəkəcəyik. Və soldan və sağdan eyni oxunan dediyi üçün, yəni buna biz misal olaraq bunları göstərə bilərik. Məsələn, 1, 2, 3, 2, 1. Həm sağdan, həm soldan eyni formada oxunur və yaxud 5, 1, 5, 1, 5 və yaxud 3, 3, 3 şəklində ola bilər. Burada bizim ilk 3 rəqəmi, 5 rəqəmi dediyi üçün 5 xətt çəkməliyik bu arada. Bu rəqəmlərdə yalnız ilk 3 rəqəm üçün rəqəm seçmək kifayətdir. Çünki nömrəni soldan və sağdan oxunması üçün 4-cü rəqəm 2-ci rəqəmlə, yəni bura ilə eyni olacaq. 1-ci rəqəm isə 5-ci rəqəmlə eyni olmalıdır. Ona görə də 4-cü və 5-ci rəqəmlər üçün yalnız bir seçim olacaqdır. Digərləri üçün burada olacaq 5 seçimimiz və burada da 5 seçimimiz olacaqdır. Və hasil. Yəni vurma daha doğrusu. O da eləyəcək 5-in kubu vurulsun 1, o da 125. Dördüncü suala baxırıq. 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri fərqli neçə 4 rəqəmli müxtəlif ədəd düzəltmək olar? 4 dediyi üçün 4 dənə xəttimizi biz çəkirik ilk olaraq. Bu rəqəmlərdən istifadə etməklə rəqəmləri fərqli. Fərqli dediyinə görə birincidə məsəl üçün bizim 5 seçimimiz olacaqdır. 5. Digərində olacaq bir azala gedəcək. Məsələn, burada olacaq 4 seçim, burada olacaq 3 seçim, burada olacaq 2 seçim. Çünki deyir ki, fərqli olsun. Məsələn, mən burada 1 istifadə etdimsə, bu 5 rəqəmdən. Digərlərində mən 1 istifadə edə bilməyəcəm. Məsələn, burada da istifadə edəcəm, tutaq ki, 2-ni və yaxud 3-ü və yaxud 4-ü və yaxud 5-i. Yəni, tutaq ki, bunlardan da, bu seçimlərdən də 2-ni istifadə elədim. Bizim digər üçüncü addımda isə bizim, məsəl üçün, 3, 4, 5-dən 3 dənə seçimimiz olacaqdır. Bu seçimlərdən, məsəl üçün, 3-ü götürəcəm. Digərində isə 4 və 5 qalacaqdır. 4 və 5-də bizim 2 seçimimizdir. Məsəl üçün, mən də 4-ü götürəcəm.
Biri olacaq, məsəl üçün 1, 2, 3, 4 rəqəmlərdən. Və yaxud biri olacaq, məsələn, burada 3-ü götürdüm, tutaq ki, burada 4-ü götürdüm. Məsələn, o birisində 5-i götürərəm, digərində də məsələn 1-i götürərəm. Və yaxud burada yenidən 1-i götürərəm, buradan 4-ü götürərəm, burada məsəl üçün 3-ü götürərəm, buradan 4-ü götürərəm. Digər ən sonuncudan da 5-i götürərəm. Və bunların hasili olmuş olacaq. O da eləyir 20, 20-ni 3-ə vuranda 60, 60-ı da 2-yə vuranda 120. 5-ci suala baxırıq. 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri fərqli, neçə 4 rəqəmli müxtəlif tək ədəd düzəltmək olar. 4 rəqəmli dediyi üçün yenə 4 xəttimizi çəkəcəyik. Müxtəlif tək ədəd. Tək ədəd dediyi üçün sonu tək rəqəmlərlə bitməlidir. 1, 3 və yaxud 5. Yəni deməli bizim sonuncuda 3 seçimimiz var. Daha sonra, yəni biz 4-cü rəqəmlə başladıq, şərt verdiyi üçün də, yəni tək ədəd verdiyi üçün. 4-cü rəqəmi tək rəqəmlər daxil olmaqla 3 variant var. Yəni 1, 3, 5. Bu rəqəmlərdən birini 4-cü rəqəmə yazandan sonra birinci rəqəm üçün 4 seçim qalır. Yəni 5 dənə seçimdən bir dənəsini tutaq ki, bura yazdıq, sona yazdıq. Burada qalacaq onda 4 seçim. Və sağa keçdikcə seçimlərin sayı hər rəqəmdən biri azalır. Çünki bizə fərqli deyibdir. Hər bir rəqəm üçün variantların sayının hasili şərtə cavab verən ədədlərin sayını tapırıq. Bunların da olur hasili. O da olacaqdır 72. 5-ci sualdan davam edirik. 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə 4 rəqəmli və 3000-dən böyük neçə müxtəlif ədəd düzəltmək olar? Bu sualda 4 rəqəmli dediyi üçün 4 dənə xəttimizi çəkəcəyik. Birinci rəqəmlə bağlı şərt verdiyi üçün rəqəmləri bu rəqəmdən yerləşdirməyə başlamalıyıq. Ədədin 3000-dən çox olması üçün birinci rəqəmlərdən yəni 3, 4, 5 olmalıdır da. Bu rəqəmlərdən 3, 4, 5 olmalıdır birincidə. Yəni burada 3 seçimimiz var. Bu rəqəmlərdən birini biz birinciyə yazsaq, digər rəqəmlər üçün 4 seçim qalır. Və sağa keçdikcə seçimlərimiz azalacaq. Məsəl üçün, burada qalacaq bir dənə seçimi, 3 seçimdən birini bura yazdım. 5 seçimim var digər ikinci addım üçün. Burada da o birini bura yazdığım üçün birinciyə. Burada 4 seçim qalacaqdır. Və hər sağa keçdikcə bir seçim azalacaqdır. Çünki bizə şərtdə müxtəlif deyir. Və bu da olacaq 2 və hasilləri olacaqdır. Bu da olacaqdır 72. Bugünlük bu qədər. Sağ olun.